Gecə sübh namazından yarım saat qabaq, 15 dəqiqə qabaq, dur, heç olmasa 2 rükət namaz qıl. Bir nəfər deyirdi, alim deyirdi ki, durub namaz da qılanməsün. Məsələn, namazdan sübhdən bir 10 dəqiqə qabaq dur, bir salam dinən İmam Hüseynə, bir yaxşı bir iş gör. Hətta dursun deyir, məsələn, saat vursa durub, namaz qılmaq halına olmasa bir çay da içsin, amma yatağından dursun elə, o da bir işdir. Hətta bunu da deyənlər var alimlərdən. Yəni, gecə də bir xəlvətin olsun Allahla. Özün özündən hərdən bir moizə elə, içində özün özünə bir moizə məclisi qur. Heç vaxt öyrəşmə ki, həmişə biri minbərdə otursun, danışsın, qulaq assın. Yaxşı deyə qulaq as, amma özün də özüvə vaizənli nəfsi hədisdə var. Xoş o adamın alına ki, özü özünün xətibidir, vaizidir. Qəlbində bir minbər qurur, özü danışır, özü qulaq asır.